3 gün bundan qabaq bizon qabı yığmaqdan gəlirdim. Gördüm ki, Seymurdur, Dədəliği Maisdir, bir də aşağı başın baş narkomanı Canı 1995-ci il təvəllüddür. Əlağalı Şahin Vaqifoğludur. Oturublar Kamaz Sabirin evinin dalındakı vagonun qabağında küləyirlər fıskırtırlar. Məni görüb qaçıb girdilər qəbristanlığa. Bu insanlar gecə səhərə kimi hele bu küçələrdədirlər. Bunların qarşısında alan yoxdur. Plan çəkirlər. Seymur gecə səhərə kimi dədəsi Maislə, Əlağalı Şahin Vaqifoğlu'na mənim qapımda fırlanırlar. İtimi də narahat eləyirlər. İmkan vermirlər ki, öyümdə yaşayayım ki, biz qərənfili öldürəcək, bu öyü satıb ələ keçirdəcək. Bunların qarşısı niyə yığmırlar? Seymur suka agentdir deyənə, suka işlədiklərinə güvənir. Onun suka işlədiklərindən böyük yerin vəzifəsinin məndə nömrəsi var. Zəng eləyib məlumat verəcəm. Ya bu dillaq dodaq Seymurun, Petuq Maisin, Petuq Şahinin qarşısını alırsınız, almırsınızsa, mən lazım olan yerə məlumat verəcəm. Ondan sonra hamı peşman qalacaq. Seymur oğrudur, insan alıverçisidir, ermənidir, Ermənistana işləyir, TikTok'da ermənilərlə yazışır. Bu adamın da qarşısını alan yoxdur. Kimi itirsə, öy əşyası, insan, nə itirsə, yoxa çıxırsa, hamısın Qalınçaq kəndinin oğru sakini Kərimov Seymur Oqtayoğlu, Dədəliği Məcidov Mais İlyazoğlu oğru ellər. Bunların qarşısını alan yoxdur. Bunlara da bu aşağı başlayan sulka agent işləyən, Qarolda dayanan 1995-ci il təvəllüddü Əlağalı Şahin Vaqifoğludur. Bəsdir də, yığışdırsınlar da bu peysərlərin qabağı, bu nəsilsizlərin qabağı, əsilsizlərin qabağı. Dillaq dodaq Seymur, mənlə öy tikmişsən, qəhbə qanundan çıxan, dədəsindən bir xəbər, anasının altına salan uğraş, mənlə öy tikmişsən ki, mənə qalsın, daşşaq dodaq. Öyünün bütün əşyaların uğrayıb, o qəhbə Maisə sikdirən anı onun öyünə yığdın, bəs eləmir, o anı on ki, kliyentə çıxır, meşələrdə şəkbildədir, Maislə